Salam uşaqlar, bugün Rus dili 10-cu sinif üçündür və 10-cu dərsimizdir. Davam edək. Deməli, От письма до победы bizim mövzumuzdur və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. От письма до победы nə deməkdir? Məktubdan qələbəyə. Belə. Победа qələbə deməkdir uşaqlar. Gəlin, oxuyaq və tərcümə edim. Эмиль, я с гордостью хочу познакомить ребят с удивительно мужественным человеком. Deyir ki, Emil, mən fəxrlə uşaqları heyrətəmiz dərəcədə cəsarətli bir insanla tanış etmək istəyirəm. Эльмира, пусть все наши сверстники знают наших легендарных героев. Эльмира, qoy bütün yaşlılarımız, əfsanəvi qəhrəmanlarımızı tanısın. Kого мы видим на фотографии? Deyir ki, şəkildə kimi görürük? Mог бы он подумать, что станет героем? Yəni, o qəhrəman, belə deyək də, o insan, yəni qəhrəman olacağını təsəvvür edə bilirdimi özü, deyə soruşur. Что он написал? O nə yazıbdı? О чем он просил своих родителей? Valideynlərindən nə istədi? Əlbəttə ki, söhbət Mübariz İbrahimovdan gedir. Bizim milli qəhrəmanımızdan. Gəlin, indi deməli, mətnə keçək, mətni oxuyum, tərcümə edim. Ondan sonra da orada bizdə həm suallar var, həm də deməli, belə deyək də, tapşırıqlar var. Так, başlayaq. Мубарис Ибрагимов родился 7 февраля 1988 года в селе Алиабад Белесоварского района. Mübariz İbrahimov 1988-ci il fevralın 7-sində Belesova rayonunun Əliabad kəndində anadan olubdu. С отличием окончил среднюю школу и далее был призван на срочную военную службу во внутренние войска. O, orta məktəbi deməli, əla qiymətlərlə bitirib və sonradan daxili qoşunlara çağırılıbdı. После службы был уволен в запас в звании командира подгруппы. Deyir ki, deməli, hərbi xidməti başa vurduqdan sonra yarım qrup komandiri deməli, rütbəsində belə deyək də, ehtiyata buraxılıbdı. Затем 18 сентября 2009 года Ибрагимов окончил курсы прапорщика, вновь вернулся на военную службу. Sonra 2009-cu ildə, deməli, sentyabrın 18-də gizir hazırlığını başa vuran İbragimov hərbi xidmətə qayıtmışdır. Он мужественно исполнял служебный долг на линии соприкосновения с врагом в качестве заместителя командира роты мотострелкового батальона. Deməli, o moto atıcı taborunun rota komandirinin muavini kimi düşmənlə təmas xəttində öz vəzifələrini, deməli, cəsarətlə yerinə yetiribdi. 18 июня 2010 года он принял участие в неравном бою с армянскими военными, проникнув вглубь их укрепленной позиции и вступив в ожесточенную схватку. Deyir ki, 2011-ci il iyunun 18-də o erməni deməli qoşunları ilə qeyri-bərabər döyüşdə iştirak edərək onların belə deyək də möhkəmləndirilmiş mövqələrini dərindən nüfuz edərək deyir ki, şiddətli döyüşlər aparıbdı da belə deyək. Ибрагимов уничтожил значительное количество живой силы противника, но сам стал шахидом. Deyir ki, İbragimov düşmənin xeyli canlı qüvvəsini məhv etsə də özü şəhid olur. В условиях, когда шансы на выживание были минимальными, он выбрал путь героя – защищать свою страну до последнего вздоха. Yaşamaq şansı minimal olduğu üçün, belə deyək də, o qəhrəman yolunu seçdi. Ölkəsini son nəfəsinə qədər müdafiə etdi. Davam edək. Он написал письмо своим родным, которое навсегда останется в сердцах его соотечественников. O, ailəsinə, deməli, soydaşlarının qəlbində əbədi qalacaq bir məktub yazıbdı. В этом письме он говорил о готовности пожертвовать всем ради Родины, о любви к своей семье и о вере в будущее Азербайджана.
Deməli, orada o vətəni uğrunda hər şeyə qurban verməyə hazır olmasından, ailəsinə olan sevgisindən, Azərbaycanın gələcəyinə, belə deyək də, inamından danışıbdı. Дорогие папа и мама, не скучайте по мне. Иншаллах встретимся в раю. Мое сердце разрывается в эти трудные для моей родины дни. Ради Аллаха я обязан сделать все, чтобы мое сердце успокоилось. Буду противостоять врагам, пока не стану шахидом. Если же стану шахидом, не оплакивайте меня, наоборот, гордитесь, что достиг бессмертия. Выполняйте свои обязанности перед Всевышним, творите добро. Аллах велик, да здравствует Родина. Vаш сын Mübariz. Deməli, burada məktubdur. Yazıb ki, əziz anam və atam, darıxmayın, inşallah cənnətdə görüşəcəyik. Vətənim üçün bu ağır günlərdə ürəyim parçalanır. Allah rızası üçün, rahatlıq tapmaq üçün hər şey etməliyəm. Şəhid olana qədər düşmənlə müqavimət göstərəcəm. Şəhid olsam ağlamayın. Əksinə, qürur duyun ki, dualarınızla fəxr edirəm. Uca, deməli, belə deyək də, Allahın tvariti dobro, yəni deyir ki, həmişə yaxşılıq edin, vətən sağ olsun, sizin oğlunuz Mübariz. Belə. Və вскоре после написания письма он героически погиб в бою, сражаясь за свою страну. Məktubu yazandan az sonra o döyüşdə, deməli, vətən uğrunda vuruşaraq qəhrəmancasına həlak olur. Его письмо стало символом патриотизма, вдохновляя не только его семью, но и всю нацию. Və onun məktubu vətənpərvərlik rəmzinə, deməli, çevrildi. Təkcə ailəsinə deyil, bütün xalqı, deməli, ruhlandırdı. На его героическом поступке выросло новое поколение азербайджанских воинов, которые принесли нашей стране долгожданную победу в Карабахе. Deyir ki, belə deyək də, onun qəhrəmanlığı ölkəmizə, Qarabağda çoxdan gözlənilən qələbəni gətirən yeni nəsil Azərbaycan əskərlərini ruhlandırdı. Mübariz Ибрагимов показал, что патриотизм – это не просто слова, а действия, которые требуют мужества. Mübariz İbragimov nümayiş etdirdi ki, vətənpərvərlik sadəcə söz deyil, cəsarət tələb edən əməldir. Sonra память о нем жива, и она продолжает вдохновлять молодежь. Onun xatirəsi yaşayır və gəncləri ruhlandırmağa davam edir. Belə uşaqlar, indi gəlin keçək. Yeni sözlərimiz var, onu da mən tərcümə edim. Прапорщик воинское звание, yəni burada gizir deməkdir. Рота воинское подразделение, bölük deməkdir. Ожесточенный, жестокий, yəni şiddətli. Vdохновлять, стимулировать, yəni ruhlandırma, həvəsləndirmək deməkdir. Так, keçək şifahi şəkildə olanı müəllimlə işləyirsiniz. Так, составьте кластер. Klasteri gəlin indi kömək edim sizə. Necə yazmaq lazımdır? Ola bilər ki, hər müəllim də başqa cür edir. Mən indi sizə nümunə göstərirəm. Ola bilər ki, sizin müəlliminiz başqa, dediyim kimi, onu edə bilər. Tak, Mübariz İbragimov, yəni mətni oxuduq, mən tərcümə etdim, başa düşdüyünüzdə söhbət nədən gedir. İndi də klasteri, yəni sxem şəklində mən göstərdim. Həmin o klaster kömək eləyir ki, yadda saxlamaq əsas şeyləri və məsələn bu mövzunu danışa bilərsiniz, yəni belə deyək. Tak, bu şəkildə yazdım mən. Deməli, Mübariz İbragimov nə vaxt doğulubdur? Родился 7 февраля 88-го, село Алиабад. Sonra с отличием окончил среднюю школу. Əla qiymətlərlə məktəbi bitirdi. 18 сентября 2009-da вернулся на военную службу. 18 сентября 2009 года вернулся на военную службу. Deməli, 18 sentyabr 2009-da o hərbi xidmətə qayıtdı. Участвовал в неравном бою. Deməli, qeyri-bərabərlikdə olan, deməli, döyüşdə olubdu, iştirak edibdi. Ondan sonra pismo родным, məsələn, burada əzizlərinə məktub, simvol patriotizma и mujstva, deməli, vətənpərvərlik və cəsarət
символыды о. Вдохновил новое поколение азербайджанских воинов, яғни рухландырыпты. Azərbaycan deməli belə deyək də əskərlərin ya da belə deyək gənclərin deyək də belə. Память о нем жива и продолжает вдохновлять молодежь, yəni onun xatirəsi yaşayır və gəncləri ruhlandırmağa davam edir. Национальный, deməli 18 июня 2010 года стал şehidem, yəni 2010-da 18 iyunda şehid oldu və Nasionalni Giroy Azərbaycana, yəni Azərbaycanın milli qəhrəmanıdır. Bax bu şəkildə deməli mən yazdım. İndi videonu dayandırıb deməli yaza bilərsiniz. Keçək növbəti bizim 4-cü tapşırığımıza. 4-də də составьте словосочетание с данными словами прапорщик. Рота, ожесточенный, вдохновлять. Deməli, bu sözlərlə biz söz birləşməsi, cümlə yox, söz birləşmələri yazmalıyıq. Gəlin, onları da yazaq. Например, прапорщик запаса deyə də yaza bilərik. Опытный прапорщик. Məsələn, командир роты, стрелковая рота, ожесточенный бой ya da ожесточенное сопротивление də yaza bilərik. Vdохновлять на подвиг, vdохновлять komandu deyə bax bu şəkildə deməli söz birləşmələri yaza bilərik. Videonu dayandırıb yaza bilərsiniz uşaqlar. Davam edək. 6-da составьте предложение с новыми словами. İndi deyir ki, bu yeni sözlərlə biz cümlə qurmalıyıq. Предложение уже cümlədir. Gəlin onları da yazaq. Bunu da bir də görsədim. Birdən olur ki, video yaxşı düşmür uşaqlar, ona görə də bu şəkildə edirəm. 6-da cümlələr. Прапорщик Aliyev умело командовал разведывательным отделением. Yəni deyir ki, Gizir Əliyev kəşfiyyat dəstələrinə deməli məharətlə komandanlıq edirdi. В бою участвовала целая рота пехотинцев. Döyüşdə piyadalardan ibarət bütöv bir dəstə iştirak etdi. Наши бойцы выдержали ожесточенный натиск противника. Əskərlərimiz düşmənin şiddətli həmləsinə deməli sinə gəldi. Пример мужества вдохновляет молодых солдат. Cəsarət deməli nümunəsi gənc əskərləri ruhlandırır. Bax belə bir deməli cümlələr yazdım uşaqlar. Və keçək indi növbəti bizim 7-ci tapşırığımıza. Burada 7-ci tapşırıqda yəni diqqətli oxusanız mətndə tapa bilərsiniz. Yəni burada belə deyək də ispravьте ошибки, yəni səhvlər var. Gəlin baxaq. С отличием окончил среднюю школу и отправился на срочную военную службу в пограничные войска deyə yazıbdı. Amma biz də bilirik ki с отличием окончил среднюю школу и далее был признан на срочную военную службу во внутренние войска deyə. Bax, bu уже birinci cümlədir. Дальше. После службы был уволен в запас в звании командира взвода deyə. После службы был уволен в запас в звании командира подгруппы. Görsünüzmü? Bax, səhv oradadır. Дальше. Он мужественно исполнял служебный долг на линии соприкосновения с врагом в качестве командира роты мотострелкового батальона. Он мужественно исполнял служебный долг на линии соприкосновения с врагом в качестве заместителя командира роты мотострелкового батальона deyə. Bu уже 3-cü cümlədir. Dediyim kimi, yəni diqqətli oxusanız tapa bilərsiniz. Ибрагимов уничтожил небольшое число противников, но сам стал шахидом. Ибрагимов уничтожил значительное количество живой силы противника, но сам стал шахидом deyə. Bu уже 4-cü. В условиях, когда шансы на выживание были максимальными, он выбрал путь героя, защищать свою страну до последнего вздоха. В условиях, когда шансы на выживание были минимальными, он выбрал путь героя, защищать свою страну до последнего вздоха. Дальше. Его письмо стало символом патриотизма, вдохновляя только его семью. Нет.
Так. Его письмо стало символом патриотизма, вдохновляя не только его семью, но и всю нацию, deyə. Bax, bu şəkildə deməli yaza bilərsiniz. Так, все. Keçək 10-cu tapşırığımıza. Burada da имя прилагательное. Söhbət sifətdən gedir, uşaqlar. Sifətlər полные имена прилагательные и краткие имена прилагательные. Yəni, Azərbaycan dilində belə bir deyim yoxdur deyəsən, полные. Məsələn, здоровый, sağlam. Здесь уже краткое. Краткое deyəndə qısa deməkdir. Yəni, qısaldılmış form. Здоров deyə. Bunlar hamısı bax, deməli işlənir sifətdə. İndi bax sizə də göstərirəm. Məsələn, полные deyəndə hansı suala cavab verir? Какой, например? Какая, какой, какие. Düzdürmü? Здоровый, сладкий, неуклюжий deyirsən. Amma краткое уже burada qısaldılmış formadır. Sualı hansıdır? Каков, какова, каково и каковы. Значит, каков? Здоров, сладок, неуклюж. Здесь здоровый, а здесь здоров. Сладкий burada полный, tam sifətdir. Amma burada qısaldılmış. Sladok. Neukluj, neukluj. Bax, bu şəkildə deməli işlənir. İndi biz так, найдите в тексте именно прилагательно, образуйте от них краткие формы, составьте с ними предложение и запишите. Deməli, 10-cu tapşırıqda nə etməliyik? Deməli, mətndən sifətləri tapmalıyıq. 1. Ondan sonra onları qısa, yəni краткие именно прилагательные etməliyik. Краткая formasını, yəni qısa formasını etməliyik. Ondan sonra da onlarla cümlələri yazmalıyıq, qurmalıyıq. Gəlin onları da yazaq. Tak, uşaqlar, burada yazmışam. Bir neçə dənə seçdim. Так, средний, средин, средняя deyə. Burada уже женский rodda, burada da kişi cinsindədir. Средний, yəni orta deməkdir. Срочный, tez. Срочен, срочна deyə də işlədirik. Укрепленный, укреплен, укреплена deyə уже женский rodda, burada kişi cinsindədir. Живой, жив, жива. Последний, последен, последняя deyə. Родной, родн или родна. Трудный, bizdə trudin ya da trudna olur da belə. Yəni, burada mən həm kişi, həm qadın cinsində yazdım ki, краткое прилагательное. Və bunlarla indi biz, deməli, cümlələr qurdum da bunlarla. Уровень сложности теста среден. Yəni, deyir ki, testin çətinlik səviyyəsi ortadır. Məsələn, biz полный da işlədə bilərik burada. Уровень сложности теста средний. Yəni, eyni məna verir, ortadır. Этот вопрос срочен и требует немедленного решения. Deyir ki, bu məsələ təcilidir və dərhal həll tələb edir də belə deyək. Дальше. Мост после ремонта укреплен и выдержит большую нагрузку. Burada deyir ki, təmirdən sonra körpü möhkəmləndirilir ya da bərkidilib də və böyük yükə dözəcək belə deyək. Дальше. Эта традиция до сих пор жива в маленьких деревушках. Deyir ki, bu ənənələr, yəni hələ də kiçik kəndlərdə, hələ də belə deyək də, hələ var, yaşayır belə deyək. Земля, где вырос, ему всегда родна. Böyüdüyü torpaq ona həmişə doğmadır. Характер его труден, но он добрый человек. Deyir ki, onun xəsiyyəti çox çətindir, amma o çox mehriban, yəni mülayim insandır da. Bax, bu şəkildə deməli, biz yaza bilərik. Bir də görsədim, videonu dayandırıb yazarsanız. Yəni, görsətdiyim nümunədir, uşaqlar. Tak. Kim yaza bilsə də, bu şəkildə də yaza bilər. Tak. Дальше. Так, 11-də də пишите окончание слов. Uşaqlar, bunlar da var. Bax, он принял участие в неравном бою с армянскими военными, проникнув вглубь их укрепленной и краткой позиции и вступив в ожесточенную схватку. Ибрагимов уничтожил значительное, yani yazılır, количество живой силы противника, но сам стал шахидом. В условиях, когда шансы на выживание были минимальными, он выбрал путь героя защищать свою страну до последнего вздоха. Его diye burada son nokta. До последнего diye okunur. Так, yani mətndə var uşaqlar.
Bir də deyirəm, diqqətli oxusanız özünüz də sonluqları yaza bilərsiniz. Keçək növbəti bizim tapşırığımıza. 12. Составьте предложение из данных слов. Burada da mətndən götürülüb və cümləni düzgün şəkildə yazmalıyıq da. Gəlin, bu cümlələrin hamısını tərcümə etdim, cümlə-cümlə. Ona görə də bir də burada tərcümə etmirəm. Eyni çünki cümlələrdir. Gəlin, yazaq onları da. Он мужественно исполнял служебный долг на линии соприкосновения с врагом в качестве заместителя командира роты мотострелкового батальона. Birinci cümlə budur. İkincidə, Ибрагимов уничтожил значительное количество живой силы противника, но сам стал шахидом. И третье, в условиях, когда шансы на выживание были минимальными, он выбрал путь героя – защищать свою страну до последнего вздоха. Так. Bu da cümlələrdir. Bir də deyirəm, bu deməli cümlələr hamısı mətndə var. Дальше. Составьте вопросы к данному предложению и запишите. Baxın, burada cümlə verilib. Мое сердце разрывается в эти трудные для моей родины дни. Deyir ki, vətənim üçün deməli çətin olan bu günlərdə qəlbim parça-parça olur. Deyir ki, bu cümləyə biz suallar yazmalıyıq. Gəlin, indi bu sualları yazaq da bu cümləyə. Məsələn, yaza bilərik. Что разрывается в эти трудные для твоей родины dni? Məsələn, nə parça-parça olur? Deyirsən ki, мое сердце, mənim ürəyim. Когда твое сердце разрывается? Nə vaxt sənin ürəyin parça-parça olur? В трудные для моей родины dni. Sonra, для кого эти dni являются трудными? Kim üçün bu, deməli, günlər çətindir? Для моей родины, да, мое сердце развивается в эти трудные dni. Для моей, для кого? Так. Yox, burada, çünki burada onlar для кого deyəndə, məsələn, для меня da olar. Для меня olar. Yox, bu sualı bu cümləyə gəlməz. Çünki меня yoxdur orada da. Для моей родины. В эти трудные дни. Ага. Чье сердце разрывается в эти трудные дни? Трудные для родины dni. Чье сердце? Мое сердце. Deyə. Bax, bu 3 sualı yaza bilərsiniz. Çünki bu 3-cü sualda ancaq mənim üçün deyə. Amma bu söz yoxdur orada. Belə. Tak, indi keçək onda bizim 14-cü tapşırığımıza. 14-cü də tapşırıqda nə etməliyik? 14-cü tapşırıqda Составьте несколько предложений о герое Отечественной войны. Так, burada da deyir bir neçə söz, yəni qəhrəmanlarımız haqqında yaza bilərik də, məsələn, ümumi olaraq məsələn yaza bilərik. Gəlin indi onu da yazaq, mən nümunə görsədim. Так, uşaqlar, məsələn bu şəkildə yazdım. Герои Отечественной войны проявили невероятное мужество и самоотверженность в борьбе за суверенитет и территориальную целостность страны. Deyir ki, Vətən müharibəsi qəhrəmanları ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə inanılmaz şücaət və fədakarlıq nümayiş etdirdilər. Подвиги героев Отечественной войны навсегда вписаны в историю Azərbaycana. Vətən müharibəsi qəhrəmanlarının şücaətləri Azərbaycan tarixinə əbədi həkk olunubdur. Память о героях, павших за освобождение Карабаха, чтят по всему Азербайджану. Их именами называют улицы, школы и парки. Qarabağın azadlığı uğrunda şəhid olan qəhrəmanların xatirəsi bütün Azərbaycanda ehtiramla yad edilir. Küçələr, məktəblər, parklar onların adını daşıyır. Вечная слава и низкий поклон героям Отечественной войны, ценой своей жизни, отстоявшим землю предков и восстановившим историческую справедливость. Deməli, əbədi şöhrət və canları bahasına əcdadların torpağını müdafiə edən, tarixi ədaləti bərpa edən Vətən müharibəsi qəhrəmanlarına baş əyirik. Belə, dediyim kimi, deməli, nümunə göstərdim və tam göstərdim bunu. Və axırıncı bizdə məlumatımız var, onu da oxuyum və tərcümə edim. Tak.
За исключительные заслуги и храбрость в защите независимости и территориальной целостности Азербайджанской Республики глава государства Ильхам Алиев 22 июля 2010 года подписал распоряжение о посмертном присвоении прапорщику азербайджанской армии Мубаризу Керим-оглу Ибрагимову звания «Национальный герой Азербайджана» и увековечению его памяти. Deməli, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmət və igidliyə görə Prezident İlham Əliyevin 2010-cu il, deməli iyulun 22-sində imzaladığı sərəncamla Azərbaycan ordusunun gizri mübariz Ağakərimoğlu İbrahimova ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib və onun xatirəsi əbədləşdiribdir. Средняя школа и улица в Белесоварском районе, а также один из танкеров названы в честь национального героя Мубариза Ибрагимова. Deməli, Milli Qəhrəman Mubariz İbrahimovun şəhərində Biləsuvar rayonunda orta məktəbə və küçəyə, o cümlədən tankera da onun adı verilibdir. Он был объявлен человеком 2010 года. O 2010-cu ilin adamı elan edilibdir. Belə uşaqlar, sağ olun, görüşərik.